Salam qızlar, necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də istəyirəm biraz qoz fındıq ağardım bugün. İnşallah onu çəkib eləyim, hazırlayım. Sabah da Allah qoysa, şirniyyatlarımı bişirim. Uşaqları aparıb dərsə qoyub gəlib başlayacağım Allah qoysa. Buraları da toz soranım, sildim. Belə qızlar paltarlarım da quruyur. Amma bir-iki restə paltar var. O arada bunlar tam biraz qurusunlar. Sonra onları yığıb onları asacağım. Qoz fındıq saxladım müvəqqəti. Yoldaşım bazara getmişdi, aldı ərzaq. Sən qısa bir homemade pendir aldı. Mən tez-tez pizza pişirənəm uşaqlara. Çox güzel homemade pendirdir qızlar. Basmaya getmişdi. Belə 1 kilosunu 8 manata alıbdı. Sonra şor alıbdı 2 kilo. Balıq alıb qızlar. Bunu təmizlətdirməyib deyəndə ki, təmizləməyiblər. Deyiblər ki, bu balacalar təmizləmirik. Səhər özüm təmizləyərəm. Bir də balıq alıb. Ona yuyub indi təmizləyib qoyacağım. Bu təmizləyib deyə əslə qalsın. Yuyacağım. Yuyub qoyacağım. Belə. Uşaqlar bundan istəyirdi. Mən yiyəmirəm. Amma uşaqlar xoşlayır. Mən xoşlamıram. Amma uşaqlarım xoşlayır. Bu arada yuyum təmizləyim, hamısını qoyum qızlar. Sonra başlayım ləpələri ağartıb çəkməyə. Qızlar, demək o qədər sevmişəm. Mən bir xanımın kanalına baxırdım. Demək olar ki 5 ildir mən o kanala baxıram. Ülvi bacımızın kanalına. Mən dünən gördüm ki, mənim kanalımın altına Ülvi bacım yorum yazıb. Allah razı olsun. Minnətdaram Ülvi bacımıza. Sonra yəni bir dəqiqə keçmədi. Ülvi bacı gördüm ki, öz kanalında mənim kanalımı paylaşıb ki, hicablı xanımdır, dəstək olaq. Mən çox sevindim. Tamam başqa hiss idi. Allah razı olsun Ülvi bacımıza. Təşəkkürümü bildirirəm. Çox sağ olsun. Allah bir evladı var Ülvi bacımızın, bir oğlu var. Ömər balamız. Ömər balamızı Allah qorusun. Nur üzlü bacım. Nur üzlü bacımın üzündən öpürəm. Allah razı olsun. Bu gözəl ayda Ülvi bacım məni sevindirdi. Allah da onu sevindirsin.
balığı dəhşət çox yeyirəm. Yəni burada mən tez-tez qoymuşam. Ona görə yəni bəlkə də sizin gözünüzə az görsənər, amma ki mən dəhşət çox yeyirəm balığı. Balıqdır məsələn, ətdir, mən onları dəhşət çox yeyirəm. Bir də qızlar, yoldaşım badam almışdı. Onu göstərmək sizə yadımdan çıxdı. Mən paxlavanın üstünə badam qoyacağam. Hərdən qoz qoyuram, hərdən də badam qoyuram. Bu dəfə badam qoyacağam inşallah. Yaxşı idi. 1 kilo almışdı. Hamısını sındırmadım. Birazını sındırdım. İnşallah vaxtım az idi. Dedim ki qoy biraz sındırım. İnşallah qalanını da sındıracağım. Əvvəllər qızlar bu süpürgədən elə acığım gəlirdi. Heç xoşuma gəlmirdi, istifadə eləmirdim. İndi amma elə rahatdır. Belə balaca belə zibil töküləndə tez süpürüb götürəm, belə tosora qoşmuram. Çox rahatdır. Dedim biraz zibil tökülüb, onu tez süpürüb götürüm. Da tosora qoşmadım, çünki fındığı qoz ağardacağam. Ona görə tosora qoşmadım. Qızlar, mən fındığı belə ağardıram. Yaxşı da ağarır. Hərdən sobada edirəm, hərdən də belə qazın üstündə.
ləpə çəkən qaynanamındır. Qaynanam getdilər rayona. Bir 10 gün vardı getdilər rayona. Onlar rayonda keçirəcəklər. Eltimdən götürdüm. Mən ləpə çəkən maşınım qırılıbdı. Eltimdən götürdüm ki, ləpə çəkən mənə ver. Ləpəmi çəkim. İnşallah onlara da şirniyyat göndərəcəm. Çünki eltim uşağı balacadır. Şirniyyat pişirə bilməyəcək. İnşallah hazırlayanda onları da göndərəcəm. Allah qoysa. Hər dəfə deyirik, qız Ayşən gəl oturaq biraz. İnan kripim təzə düzəlib deyənə, həm də oruçluyam. O da oruç tutur. Adam biraz oruç tutanda biraz istəmir də evdən çölə çıxsın. İnşallah oruçda qutarsın gedəcəm. Allah qoysa. Əvvəllər qaynanamla hazırlayırdım şirniyyatları. Bir qaynanam getdilər. Həmişə burada keçib getirdilər. Mən də evdə qoz fındıq belə hazırlayırdım. Aparıb gedirdim qaynanam gilə. Qaynanamla hazırlayırdım. Sonra biraz özümə gətirib gəlirdim. Bir getdilər qaynanam gilə. Həmişə oruçluq bayramda gedirdilər. Bir amma tez getdilər. Rayonda tam başqa cürə keçirdilər Novruz bayramı. Biz də çox maraqlı keçirdik. Uşaq vaxtda Novruz bayramı tam başqa cürə keçirdirlər. O qədər maraqlı keçirdirlər. Məsələn, bizim rayonda çox maraqlı keçirdirlər. Biz həmişə belə tonqal zad qalıyırdıq. Nə papaq atmağa gedirdik qızlarla, qonşularla yığılıb. Sonra atam tonqal qalıyırdı, gəlirdik. Uşaqların üstünə hoppanırdıq. Çox maraqlı. Papaq atırdıq, çox maraqlı. O qədər gülməli hadisələr başımıza gəlirdi. Qıza bir dəfə papaq atmışıq. Papaq atıb gəlib gizləndik. Sonra evin yasında qoydu papağı. Biz də sizə gəlib götürdük. Gördük ki, it yatıb pələkanın ağzında. Götürə bilmədik papağımızı. Çünki qorxuruq, it necə yaxınlaşaq, it bizi tutar. Nəsə axırı qızlar dedi ki, gedək. Bir mən atmışam, bir də qonşunun qızı. Dedi ki, daha gedək də, neyiniyək ki, papağımız da qaldı orada. Nəsə gəldi evə. Sabahki gün getdik qonşuya, təzənə qonşu çağırdı. Dedi ki, biz dünən sizə papaq atmışdıq. Amma ki, papağımız burada qalıbdı. Qonşu da güldü. Deyir, bəs niyə götürməmişsiniz? Biz axı qoymuşduq içinə. Şirniyyat qoymuşduq, meyvə qoymuşduq. Dedi, bəs itin qorxusundan götürə bilmədik. Təzənə qonşu da papağımızı hələ içində nə var isə qoydu. Bizə verdi ki, ala. Götürüb. Səhər də gəlib papağımızı götürmüşük qızlar. O qədər gülmüşük. Hərdən də gülməli hadisələrdən başına gəlir. Buralarda qıza tez tost anladım. Biraz ləpə qırıntılar tökülmüşdü yerə. Dedim tez sovurum ki, uşaqların ayağının altına yapışıb getməsin o pis otaqlara. Buralarda tez tost soranıyım. Sonra biraz paltarımı aldım, yığım. Akşam ütüləyəcəm inşallah. Allah qoysa.
Anişan da şirniyyat mağazasına getmişdi. Dedim amma gəl bir iki dənə şirniyyat ala bilərəm. Axşam çay içmə pulku istəyirdi. Dedim get al gəl. İndi gəlir. Özü baxa-baxa gəlir. Hmm. Dedim gedib al gəl. Sabah bişirəcəm də mən şirniyyatı uşaq da ürəyi istəyib yəqin. Mənə dəstək olmağı unutmayın əziz bacılarım. Mən də sizlə sağollaşıram. Mən də görüm ki, abunə sayım çoxalır. Mən də hər gün belə videolar sizinlə paylaşım. Sağ olun, Allah'a əmanət olun.